Salam, bugünkü təlimdə Logix CRP-də sürətli satış prosesinin necə icra olunduğunu öyrənəcəyik. Gəlin Logix proqram təminatında birinci malın satılması sənədini açaq. Əvvəlcə onu qeyd edim ki, supermarket kimi sürətli satış mərkəzlərində Logix POS sistemi istifadə edilir. Ancaq orta səviyyəli satış mərkəzlərində də, misal üçün inşaat mağazasında bu modulu istifadə etmək olar. Sürətli satış etmək üçün burada bir balaca dəyişiklik etmək olar. Misal üçün, malın satılmasında yuxarı hissədə daha əvvəl işlənmiş sənədlər əks olunur. Sürətli satışda buna ehtiyacımız yoxdur. Bu səbəbdən əməliyyat düymələrindən kart düyməsinə vuraraq siyahı hissəsini gizlətə bilərik. Hal-hazırda sadəcə əməliyyat hissəsi görünür. Müəssisə işə başlayan saatda bir dəfə yeni düyməsinə vurulur və işə başlanılır. Burada müştəri məlumatları bizim üçün önəmlidirsə, əgər müştəri mövcud müştəridirsə, siyahıdan həmin mövcud müştərini seçə bilərik və yaxud yeni müştəridirsə, burada yeni düyməsi ilə yeni müştəri kartı yarada bilərik. Ancaq müştəri məlumatları bizim üçün önəmli deyilsə, burada sadəcə müştəri kartlarında alıcı adlı bir müştəri açıb satışları həmin müştəriyə etmək olar. Əgər müəssisədə skaner və ya terminal varsa, burada barkod hissəsində bir dəfə kursoru vuraraq bu hissəni aktivləşdirmək olar. Bu zaman malları satış zamanı skayn etdikdə avtomatik olaraq malın barkodu bura əks olunur və skayn olunan mal avtomatik olaraq aşağı əlavə olunur və skayn etdikcə miqdarları burada çoxalır. Yox, əgər müəssisədə skayner və ya terminal yoxdursa, sadəcə əvvəlki kimi manual olaraq burada mallar düyməsindən satış etdiyimiz malı seçə bilərik və miqdarında manual olaraq təyin edirik. Sürətli satış zamanı əgər müştəri birbaşa ödənişi edirsə, burada ödəniş növündə kredit deyil, kassa, bank və ya digər növü seçə bilərik. Əgər müştəri nağd ödəniş edirsə, burada kassa seçdikdə avtomatik olaraq kassa bu hissədə aktivləşir. Əgər müştəri kart vasitəsilə ödəniş edirsə, burada bank seçirik və bank hesabı bu zaman aktivləşir. Əgər müştəri bir hissəsin nağd olaraq və bir hissəsin bank kartı ilə ödəniş edirsə, onda bu səfər ödəniş növün kassa və bank olaraq bu şəkildə seçə bilərik. Sürətli satışda bu bölmədə əməliyyat düymələrində avto yeni düyməsi aktiv olması lazımdır. Bu bizə sənədi yaddaşa yazarkən avtomatik olaraq yeni sənədin açılmasına köməklik göstərir. Avto yeni aktiv olduğu halda mən sənədi yaddaşa yazıram. Bu səfər görəcəyik ki, avtomatik olaraq yeni sənəd burada formalaşdı və artıq satış üçün hazır vəziyyətdədir. Bu hissədə default olaraq bir ambar seçilmişdir. Çünki sistemdə bu istifadəçiyə uyğun avtomatik bu ambarın seçilməsini biz tənzimləmişik. Bunu daha sonraki təlimlərdə bu mövzu haqqında danışacağıq. Beləliklə, bugünkü təlimdə biz sürətli satış prosesinin necə icra olunduğu barədə tanış olduq. Növbəti təlimdə isə ambar qalıqlarının sayımı ilə tanış olacağıq. Sağ olun.